Salam, bugün sizlərə çox hüceyrəli heyvanlarda orqanizmlərin fərdi inkişafı haqqında qısaca bir izah verəcəm. Biz deməli ontogeniz terminini ilk dəfə burada da yazıldığı üzrə 1866-cı ildə Haeckel elmə gətirmişdi. Orqanizmindən ziqotdan ölənə qədər olan inkişaf dövriyyəsinə ontogeniz deyilir. Yunanca ontos mövcud, genezis doğulma deməkdir. Bunlar hər birimiz bu terminləri bilirik. Orqanizmin ölümü ilə başa çatır, doğulmasıyla başlayır. İki dövrdən ibarətdir. Embrional və postembrional. Embrional dövr orqanizmin ziqotdan doğulana qədər və yaxud da yumurta qabığından çıxana qədər olan fərdi inkişafıdır. Bu 4 dövrə təsadüf edir. Bunlardan başlayırıq. Birincisi parçalanma mərhələsi. Ziqot əmələ gəldikdən sonra ziqot başlayır, mitoz yolla bölünür. 2 dəfə uzununa, daha sonra eninə, uzununa, eninə olmaqla növbəli şəkildə bölünür. Bunu qeyd şəklində yazsaq, deməli bir ədəd bizim tutaq ki, ziqotumuz var. Ziqot bir dəfə uzununa, sonra bir dəfə də uzununa, eninə, uzununa, eninə, uzununa və eninə olmaqla bölünür. Bu şəkildə davam edir. Bir hüceyrədən sonra 2, 4, 8, 16, 32, 64, 128 bu şəkildə əmələ gəlir. Əsasən biz deyirik 7 bölünmə. 7-dən artıq bölünmə də baş verə bilər. Bu şəkildə bölünmələr yarandı. Sonra çoxlu sayda blastomerlər, həmin bu bölünən hüceyrələrə, əmələ gələn hüceyrələrə blastomerlər deyilir. Onlar morulaya çevrilir. Hüceyrələrin sayı artır, ancaq hüceyrələrin ölçüsü böyümür, get-gedə kiçilir. Hüceyrələrin sayı ilə onların ölçüləri azalır, tərs asılıdır. Yəni hüceyrə sayı nə qədər çox olursa, hüceyrənin ölçüsü də bir o qədər kiçilmiş olur. Sayları həmişə ölçüləri bərabər olur. Morulanın kütləsi ziqotun kütləsindən azdır. Bölünmələrə sərf olunan enerji də maddənin öz daxilində olan enerji hesabına gedir. Sonra növbəti mərhələ blastula mərhələsidir. Blastula mərhələsində rüşeim tək bir qat hüceyrədən ibarət olur və blastomer blastulanın daxilində yaranan bir boşluqdur. İnkişaf zamanı bu boşluq itir. Sonra növbəti mərhələ gastrula mərhələsidir. Gastrula mərhələsində düşünün ki, o hüceyrə ziqot çoxlu bölündü. Baxın, burada şəkli də var. Deməli, ziqotdur. Bölündü, gördünüz 2 blastomer, sonra daha sonra 4 blastomer və beləliklə görürsünüz ki, 8 blastomer. Daha sonra isə belə xırda blastula adlanan bir mərhələni əmələ gətirirlər. Bu blastula inkişaf etdikcə görürsünüz ki, tək qatlı bir hüceyrədən ibarətdir. Daha sonra bunun ortasında nə olmağa başlayır? Bir çökəklik yaranır. Hansı ki, bu çökəklikdən sonra gastrula mərhələsi olur. Gastrula mərhələsində isə gastros mədə deməkdir. Bir bağırsaq boşluğu açılır. Hansı ki, bu boşluqda, bu boşluğun sayəsində endoderma və ektoderma qatları, xarici və daxili qatlar inkişaf eləyir. Hansı ki, bu mərhələdə inkişafını tamamlayan canlılar var. Gastrula mərhələsində inkişafını tamamlayan canlılar hansılardır? Süngərlər və bağırsaq boşluqlar, hidra olsun, daha sonra meduza olsun, onların inkişafı gastrulada artıq dayanır. Sonra başqa burada nə var? Çox hüceyrəli heyvanlarda 3-cü qat əsasən mezodermada qatı yaranır. Hansı ki, bu mezoderma qatı da gastrulada olur. Növbəti mərhələ isə neyrula mərhələsidir. Neyrula mərhələsində isə orqan və toxumalar inkişaf etməyə başlayır. Və sonra növbəti qəbul imtahanına buradan düşə biləcək şeylər hansı qatdan hansı orqanlar sistemi inkişaf edir. Ektoderma qatından, burada kitabda səhv olubdur. Hansı ki, bu ektoderma qatıdır, olduğu kimi durur. Ektoderma xarici qatdır. Ortada olan mezoderma qatı olacaq. Endoderma olmalıdır burada. Bu da daxili qat. Endoderma. Burada hərflərdə səhvlik olub, kitabın çapıdır, səhvidir. Deməli, xarici qat ektodermadır. Sonra mezoderma orta qatdır. Endoderma isə daxili qatdır. Bunların ardıcıllıqları nətərdir? Birinci hansı qatlar yaranıb? Birinci xarici qat ektoderma yaranıb. Sonra endoderma yaranıb. Ən sonda isə mezoderma yaranıbdır. Ektodermadan, yəni xarici qatdan
sinir sistemi, gözün torlu qişası, anus, ağız, burun epitelisi, epidermis, dəri, epidermisin törəmələri, saç və dırnaqlar, duyğu reseptorları, dişin mina qatı, hiss orqanları hər biri xarici qatdan, ektodermadan yaranıb. Daxili qat endodermadan isə xorda, həzm kanalının epidermisi, nəfəs borusu, bronxlar, ağciyər, örtük epitelisi, qaraciyər, mədaltı və sidik kisəsinin epitelisi, qalxana bənzər vəz və üzmə qovuğu endoderma mənşəlidir. Mezodermalım isə sümüklər, bağlar, əzəllər, dərinin derma və pi qatı, dişin dentin qatı, qan damarları, qan, cinsiyyət sistemi, limfa sistemi, derma, qanın örtüyü, böyrəklər, bağırsağın və orta xarici qatları yaranıbdır mezoderma qatından və bu qatlara aid sual düşür. Bu hissələri yaxşıca bilmək lazımdır, əzbərləmək lazımdır. Sonra gələk nəyə? Postembrional inkişafdan danışaq. Postembrional inkişaf orqanizmin doğulduqdan və yaxud da yumurtadan çıxandan ölənə qədər olduğu inkişaf mərhələsidir postembrional. Postembrional inkişaf iki cür gedir. Düzünə və dolayı yolla gedə bilər. Düzünə inkişaf tipi nədir? Bu inkişafın sürfə mərhələsi yoxdur. Yumurtadan çıxan fərd yetkin formaya oxşuyur. Düzünə inkişaf məməlilərdə, quşlarda, sürünənlərdə, zəlilər, hörümçəklər və çoxayaqlarda rast gəlinir. Dolayı inkişaf tipində isə sürfə mərhələsi olur və valideynlərə heç vaxt oxşamır. Dolayı inkişafın iki forması mövcuddur. Tam metamorfoz yolla çoxalma, bir də qeyri-tam metamorfoz. Buna natamam da deyilə bilər. Tam çevrilmə ilə gedən inkişaf tipində yumurta, sürfə, pup və yetkin fərd mərhələsi olur. Yəni 4 mərhələ müşahidə edilir. Məsələn, cücülərdə, mollyuskalarda, süngərlər, bağırsaq boşluqlar, suda qurda yaşayanlarda tam inkişaf, tam çevrilmə yolu ilə gedir. Qeyri-tam və yaxud da natamam metamorfoz deyə bilərik buna. Bu inkişaf tipində pup mərhələsi olmur. Cücülərdə, düz qanatlarda, taxta bitlərdə, bitlərdə müşahidə edilir. Buradan qeyd deyim ki, adında t hərfi olanların əksəriyyəti natamam. Məsələn, bitdi, tarakandır. Bunlarda t-dan istifadə edərək düşünə bilərsiniz ki, belədir. Sonra gələk nəyə? Məsələn, quşun balasından danışaq. Düzünü inkişafdır da. Quşun yumurtadan çıxan balası da ana fərdə, valideynə bənzəyir. Bunların aralarında sadəcə boylarında, çəkilərində, ölçülərində fərq var. Amma hər bir şey ilə valideynə bənzəyir. Bənzəyirsə deməli bu düzün inkişafdır. Bir də var dolayı inkişaf. Dolayı inkişafda məsələn tam çevrilməsi var, natamam çevrilməsi var. Məsələn tam çevrilmədə kəpənəyi götürək. Kəpənək necə olacaqdır? Kəpənək bilirik ki, yumurta qoyur. Yumurtadan sürfəsi çıxır. Onun sürfəsi tırtıl adlanır. Tırtıl kəpənəyə bənzəmir. Pup mərhələsini keçirir. Pup mərhələsini keçirdikdən sonra çevrilir nəyə? Belə deyək də, yetkin fərdə, yəni kəpənəyə. Deməli, burada pup mərhələsi var. Deməli, bu hansı çevrilmədir? Düzünə çevrilmə, daha doğrusu tam dolayı yolla gedən tam çevrilmədir. Biri də var ki, natamam çevrilmə. Natamam çevrilmədə sürfə pup mərhələsi olmur. Məsələn, görürsünüz burada çərtkənin çoxalması verilibdir. Çərtkə əvvəlcə yumurta vəziyyətində olur. İkinci halı bunun fikir versəz, görürsünüz ki, sürfədir. Sürfənin ölçüsü get-gedə böyür. Amma belə baxanda nə görürük biz? Sürfə yetkin fərddən o qədər də fərqlənmir. Görürsünüz? Yəni, bənzəyir bir-birlərinə. Sadəcə ölçülərində fərqlilik var. Deməli, burada yoxdur. Amma kəpənəyin çoxalması və yaxud da burada gördüyünüz bir nə verilib bu? May böcəyinin çoxalması. Bənzəyirmi bir-birinə? Xeyr, görürsünüz bunun sürfəsi hara? Yetkin fərd hara? Bunlar bir-birinə bənzəmir. Növbəti, sonra gələk buradakı hissiyə. Dolayı inkişafın suda qurda yaşayanlar sinifi içində aidiyyatı var. Sarılığın miqdarından asılı olaraq yumurta hüceyrənin bölünməsi tam və qeyri-tam yolla gedə bilər. Əgər yumurta sarısı az olan canlılarda bölünmə tam və bərabər gedir. Buna dərsi tikanlılar, neştərçi və ali məməlilər aiddir. Yumurta sarısı çox olan canlılarda bölünmə qeyri-tam olur və yalnız rüşeymin diski bölünür və birlikdə parçalanır növbə ilə. Balıqlarda, sürünənlərdə, quşlarda, yumurta qoyan məməllərdə, yəni ördək, burunda bu proses baş verir.